Ədəbiyyatımızdakı sevgilər Rəsul Rza və Nigar Rəfibəyli. Onlar Azərbaycanın ayrı-ayrı güşələrində doğulmuşdular. Rəsul Rza Göyçayın hörmətli adamlarından olan Soyun Məmmədxanovlara gedib çıxan İbrahim kişinin oğlu idi. Nigar Rəfibəyli isə Gəncənin sayılıb seçilən ziyalısı Həkim Xudadat bəy Rəfibəylinin qızı. Rəsul 1910-cu, Nigar 1913-cü ildə anadan olmuşdu. Onların taleləri 1931-ci ildə toqquşdu. Başqasına məxsus bir şeirin Nigar Rəfibəylinin adına çıxarılması və mətbuatda bu şeirə qarşı sərt tənqidlər başlanması, o cümlədən Rəsul Rzanın yazısı sonradan həqiqətin üzə çıxması ilə tamam başqa bir məna qazandı. Haqsızlıq səmimiyyətə, tənqid tanışlığa çevrildi. Bir-birlərini bəyəndilər, nişanlandılar və Moskvaya bilik və gələcək dalınca yollandılar. Nigar Pedaqoji İnstitutda, Rəsul Rza Kinematografiya İnstitutunda oxudu. 1937-ci ildə Bakıya qayıdıb ailə qurdular. Toyları Stalin repressiyalarının ən qaranlıq günlərində ədəbiyyat adamlarının bir araya gəldiyi son işıqlı məclislərdən biri oldu. Cəbhə ayrılığı bitəndən sonra Rəsul Rza ilə Nigar Rəfibəyli bir-birinə söykənən, həsrəti sözə çevirən bir ömür yaşadılar. Ayrılıq onlar üçün dözülməz idi. Ən qısa səfərlər belə şeirə çevrilirdi. Birlikdə Hələbdə Nəsiminin məzarını ziyarət etdilər. Bu ziyarət və ilk fotolar Rəsul Rzanın təşəbbüsü ilə baş tutdu. Rəsul Rza illər boyu hipertoniyadan və şəkər xəstəliyindən əziyyət çəkirdi. Nigar xanım isə sağlam idi. Yalnız yüngül şəkəri var idi. 1981-ci il bu ömrün ən ağır ili oldu. Rəsul Rza yenidən yatağa düşdü. Həkimlər vəziyyətin son dərəcə təhlükəli olduğunu bildirdilər. Nigar gecə-gündüz onun yanında idi. Rəsul Rza Mərdəkandakı sanatoriyaya köçürüldü. Nigar isə xəstəxanaya yerləşdirildi. Heç bir ciddi şikayət olmasa da, müayinə zamanı bədxassəli şiş aşkarlandı və xəstəliyin artıq irəlilədiyi məlum oldu. Moskvaya aparılması planlaşdırıldı. Elə həmin günlərdə Rəsul Rza sanatoriyada qəfil vəfat etdi. Anar vidalaşmağa çatmışdı. Rəsul Rzanın son sözləri "Yaxşıyam, narahat olma" oldu. Bu xəbər Nigardan gizlədildi. Onu yaşatmaq üçün Rəsulun adından çiçəklər göndərildi. Məhz bu vaxt Nigar Rəfibəyli xəstəxanada Neyləyim şeirini eşitdi. Emin Sabitoğlu 1981-ci ildə Rəsul Rzanın ölümündən dərhal sonra Nigarın bu ölümündən xəbərsiz qalmasından sarsılaraq həmin şeiri musiqi bəstələdi. Mahnının ən məşhur ifaçısı xalq artisti Akif İslamzadə oldu. Lent yazısı xəstəxanaya gətirildi. Lakin bacısı anardan xahiş etdi ki, lent aparılsın. Nigar hələ Rəsulun ölümünü bilmirdi. Onun xəstəxanaya gəlməməsindən incimişdi. Akif İslamzadə sonralar çıxışlarının birində məhz bu mahnıdan sonra Nigarın Rəsul Rzanın artıq olmadığını anladığını söyləmişdi. Həkimlər Nigarın xəstəxanada qalmasının mənasız olduğunu deyəndə onu evə gətirdilər. O, qara paltar istədi, geyindi. Heç kim deməmişdi, amma o bilirdi. Bir həftə sonra Nigar Rəfibəyli də gözlərini əbədi yumdu. Yarımçıq qalan sözlərini, bitməyən həsrətini və sədaqətini özü ilə apararaq Rəsul Rzanın ardınca getdi.